Fitrət və ruhiyyət baxımından mən hazırki gəncliyi çox təqdir eləyirəm. Çünki daha öyrənməyə maraqlıdırlar, daha çox sual verməyə, tələb etməyə maraqlıdırlar. Və bu onların elə bilirəm ki, haqqı tapmaqda, doğrunu tapmaqda, əsas yolu tapmaqda bir avantajlarıdır. Müasir ailə modeli, bəzən sual da verirlər. Müasir ailə modeli necə olmalıdır? Ailə kiçik dövlətdir. Amma ailə kiçik dövlətdirsə, demək ki, ailə içərisində yaşayanlar da kiçik cəmiyyətdir. Biz bunu unutmamalıyıq. Cəmiyyətdə elə əsas izi qoyan qadınlardır. İnanın ki. Bəzi şeylər biz istəsək də dəyişir. Amma bəzi şeyləri biz istəyərək dəyişməliyik. Sizə görə nələr dəyişilməlidir? Hansı dəyərlər əslində dəyər deyil, amma var, dəyərlər sisteminin içərisindədir. Amma bunlar gedərsə, yerinə daha başqa nələr gələrsə yaxşı olar, daha da inkişaf etmiş olarıq, daha təqdirə layiq bir cəmiyyət olar. Bilirsiniz ki, son vaxtlarda erkən nikahla bağlı, qohum evliliyi ilə bağlı müəyyən mübarizələr aparılır cəmiyyətdə. Bunların hamısı bir yerə yığanda, bunlar hamısı bir yerdə bir dəyərdir. Salamlayıram hər birinizi, əziz və dəyərli izləyicilərimiz. Media və Beyin podkast görüşümüzdə xoş gördük hər birinizi. Bugün yenə maraqlı və aktual bir mövzumuz və eyni zamanda maraqlı bir qonağımız var. Həm söhbətimi sizlərlə tanış etmək istəyirəm. Nailə xanım İsmailova. Nailə xanım Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədridir və eyni zamanda ailə üzrə ekspertdir. Salamlayıram bir daha sizi, xoş gəlmisiniz. Çox sağ olun Məlikə xanım. Mən də təşəkkür edirəm dəvətinizə görə, belə aktual mövzu seçdiyinizə görə. Təşəkkür edirəm. Çox Nailə xanım, siz uzun zamandır, 10 ildir biz tanışıq, dostuq və ondan əvvələ də dayanır sizin ictimai fəaliyyətiniz. Ailə, cəmiyyət, uşaqlar, hüquq mövzularında aktual fəaliyyəti olan bir xanımsınız. Mən istəyərdim qısa da olsa biraz fəaliyyətiniz haqqında izləyicilərimizə, sizi ekrandan zaten tanıyırlar, amma yenə də bizim ekrandan da qısa bir məlumat. Çox sağ olun Məlikə xanım. Təbii ki, sizin də söylədiyiniz kimi artıq 10 ilə yaxındır biz sizlə tanışıq. Həmişə də demək olar ki, sizin aparıcılıq elədiyiniz televiziyalarda dəvət eləmişsiniz, çıxışlarımız olub. Demək olar ki, aşağı-yuxarı bu mövzularda biz çox müzakirələr aparmışıq. İstər ailə, qadın və uşaqlarla bağlı. Elə bizim də fəaliyyət göstərdiyimiz sahə demək olar ki, həm ailə, qadın və uşaq eyni zamanda sosial məsələlərin həlli ilə bağlı olub. Təşkilatımız sizin də qeyd etdiyiniz kimi Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi 2003-cü ildən fəaliyyət göstərir və 2003-cü ildən göstərdiyimiz fəaliyyət dövründə biz ilkin olaraq fəaliyyətimizi başlamışdıq humanitar məsələlərlə bağlı. Bilirsiniz ki, biz mənfur düşmənlərimizin tapdağı altına düşən torpaqlarımızın necə deyərlər, azad olunması uğrunda 30 ilə yaxın, 30 ildən yuxarı mübarizə apardıq və şükür Allaha ki, artıq bu torpaqlar bizim işğaldan azad olunub və demək olar ki, biz ölkəmizin suverenliyi tam, ərazi bütövlüyü tam bərpa olunubdur. Lakin 2000-ci ilin əvvəllərində, 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərində bilirsiniz ki, məhz bu söylədiyim məsələlərlə bağlı insanlarımızın çox ehtiyacı var idi. İstər maddi, istər mənəvi olaraq. Biz də ilk olaraq, təşkilat olaraq humanitar yolu seçmişdik və çalışırdıq ki, insanlarımıza vətəndaş cəmiyyətinin bir üzvü olaraq dəstək göstərək. Onların həm ailə məsələlərində, eyni zamanda ehtiyaclarının qismən ödənilməsində onlara yardımcı olaq. Və daha sonra bilirsiniz ki, artıq zaman bizi gözləmir, dayanmır və inkişaf getdikcə inkişaf dövrü başlayır. Əlbəttə ki, 93-cü ildə atəşkəs elan olunduqdan sonra artıq Azərbaycan belə deyək ki, ulu öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə müəyyən bir mərhələ başladı ki, bir dövr başladı ki, artıq bu dövr sırf olaraq Azərbaycanın özünün
necə ki müstəqilliyini bərpa etmişdi, bu müstəqilliyin bərpasını daha da öz inkişafımızla reallaşdırmaq üçün mühüm addımlar atıldı. Bunlardan da ən belə deyək, öndə olanı əsrin müqaviləsi idi ki, əsrin müqaviləsi bağlandıqdan sonra bilirsiniz ki, biz eyni zamanda neft ölkəsiyik və neft əsrin müqaviləsindən sonra neft sənayesindəki inkişaf və bu inkişafla bağlı insanlarımızın belə deyək ki, sosial rifah halının yaxşılaşdırılması məsələsi ilk növbədə gündəmdə dayandı və biz də təbii ki, bu cəmiyyətdə yaşayırıqsa, bu ölkədə yaşayırıqsa, bizim töhfələrimizlə bərabər eyni zamanda dövlətə də bizim dəstəyimiz çox belə deyək ki, mühüm xarakter daşıyırdı. Əlbəttə biz ölkəmizin inkişafı istiqamətində biz də bir qeyri-hökumət təşkilatı olaraq çalışdıq ki, öz töhfələrimizi verək və yavaş-yavaş artıq inkişaf dövrü müsbət istiqamətdə belə deyək ki, addımlarımız daha böyük addımlara çevrilməyə başladı. Ola bilər ki, biraz bu haqda mən çox geniş məlumat verdim. Yəni, bu da bizim hər halda təşkilatın bir inkişaf dövrü idi ki, məhz dövlətin inkişafına bağlı olan bir dövrə, inkişaf dövrünə bağlı olan bir dövrə təsadüf edirdi və biz artıq Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla deyil, artıq bizim özümüzün belə deyək ki, vətəndaş cəmiyyətində mühüm rol oynayacaq dövlət qurumları ilə daha çox sıx ünsiyyətdə olmağa başladıq və bu dövrdə gəldi, həmin vaxtda təsadüf etdi ki, artıq qeyri-hökumət təşkilatları üçün böyük bir belə yol, cığırımız daha da böyüyürdü və bu cığırın böyüməsi eyni zamanda bizim təşkilatımızın inkişafına da kömək elədi və sizin də söylədiyiniz kimi, təbii ki, bilirsiniz ki, bu tək Azərbaycanda deyil, ümumiyyətlə bütün dünyada istər inkişaf etmiş ölkələrdə, istərsə inkişaf etməkdə olan ölkələrdə biz də yeni inkişafa başlayırdıq. Hər zaman sosial problemlər olubdu. Yəni, bu bizim istəyimizə bağlı olan bir məsələ deyil. Əlbəttə ki, bizim də təşkilatımız daha çox sosial yönümlü bir təşkilat olduğuna görə biz daha çox sosial yönümlü layihələrin həyata keçirilməsinə böyük önəm verdik və bu layihələr daha çox regionlarda yaşayan insanların sosial problemlərinin həllinə dəstək olmaq üçün belə deyək, nəzərdə tutulmuşdu. Sizin də biraz əvvəl söylədiyiniz kimi, biz daha çox ailə, qadın və uşaq sahəsi bizim prioritetimiz olduğuna görə biz daha çox bu məsələlərə belə deyək ki, üstünlük verdik və bu üstünlükdə bəlkə də biz bunu əvvəl o qədər də belə deyək ki, geniş miqyasda düşünməsək də, amma sanki bir öngörülük etmiş olduq ki, biz bu sahəni daha çox inkişaf etdirməyə çalışdıq. Çünki ailənin həmişə bilirsiniz ki, ailə daxili, bəli, ailə ümumiyyətlə bizim Azərbaycan cəmiyyəti üçün ailə həmişə müqəddəs hesab olunubdur və bu müqəddəsliyi qorumaq üçün eyni zamanda bizdə xüsusi ailə institutu, belə deyək ki, ta qədim dövrdən indiyə kimi ailə institutuna böyük dəyər verilibdir. Bu da bizim əslində ailə bizdən ötürü hər şeydən dəyərli hesab olunub və bu dəyərləri qorumaq üçün düşünmüşük ki, biz daha çox bu istiqamətdə fəaliyyətimizi genişləndirək və şükür bugünə ki, artıq biz o yoldayıq ki, təbii ki, artıq inkişaf dövrü getdikcə çox şeylərin, belə deyək ki, hansı ki, deyək ki, biz onu keçmiş adət-ənənələrimizi, milli mənəvi dəyərlərimizi yaşatmaqla bərabər, amma bəzi şeylər sıradan çıxmalı oldu. Amma burada təbii ki, sosial şəbəkələrin də rolu var. Deyək ki, internet dövründə yaşayırıq, internet məsələsi burada böyük rol oynayır. Amma yenə də onunla bərabər biz Azərbaycan cəmiyyəti olaraq, Türk toplumu olaraq
ailə adət-ənənələrini, ailə mentalitetini belə deyək ki, bunun adını belə qoya biləriksə, bunu qoruyub saxlamağa çalışdıq. Burada da qeyri-hökumət təşkilatlarının böyük rolu var və o cümlədən də bizim təşkilatda bu istiqamətdə çalışır ki, həm dövlətə dəstək olsun, eyni zamanda vətəndaşlarımıza, ailələrimizə, ailələrdə yaşayan insanlarımıza böyük dəstək vermiş olaq. Bu bizim təşkilatın bir növ biraz uzun olsa da və yaxud bilməm, bəlkə də çox qısa da danışdım, amma həyat yolunu canlandırmağa çalışdım sizin gözünüzdə. Təşəkkür edirəm. Layihələrinizə geri dönəcəm yenə, həm bölgələrdə, həm eyni zamanda paytaxt Bakıda. Bugün ana mövzumuz dəyişən dünyada dəyərlərdir və bəhs etdiyiniz kimi sizin ictimai birliyinizin ana xətti, birinci xətti humanitar yardımdır ki, o Azərbaycan coğrafiyasında yaşayan insanların təməl prinsipidir, xeyirxahlıq, bir-birinə yardımlaşma. Bəlkə dünyada hər şey dəyişsə də Azərbaycanda bu dəyişməyəcək, həmişə qalır. Sanki bu bizim fitrətimizin ana xəttidir. Və dəyişən dünyadakı dəyərlər sistemində ailə, təhsil, uşaqlar, cəmiyyət rol oynayır. Və məşhur sosioloqların gəldiyi bir nəticədir ki, bütün dünyada onun mədəniyyət dəyərlər sistemi fonunda formalaşır. Və bizim də dəyərimiz sizin də vurğuladığınız kimi ailədir. Və siz bir ailə eksperti olaraq həm cəmiyyətdə insanlarla iç-içə olursunuz, həm eyni zamanda televiziya verilişlərində təcrübələrinizi, müşahidələrinizi bölüşürsünüz. Burada da istəyərdim elə ailədən danışaq, uşaqlardan danışaq, cəmiyyətdən danışaq və aktual mövzudur insan, qadın, ailə, təhsil, uşaq. Bunlar hər dövrdə forma dəyişsə də yenə ana xətt olaraq qalır və onun ətrafında mövzular müzakirə olunur. Nailə İsmailova uzun zamana dayanan təcrübəsi, müşahidəsi, layihələri çərçivəsində bunlar barədə nə deyə bilər? Nə deyir? Necə olmalıdır? Nələr dəyişilməlidir? Nələr hələ də müzakirə olunmalıdır? Çox aktual bir bugünümüzün prioriteti olan mövzuya elə toxunmusunuz ki, çox incə məqamlarla toxundunuz. Çox sağ olun. Məlikə xanım həmişəki kimi yenə də özünüzün dolğun suallarınızla demək olar ki, əhatə etdiniz bəzi şeyləri. Əlbəttə ki, biz hamımız bir sosial fərd olaraq Azərbaycan cəmiyyətinin bir üzvüyük. Burada söhbət insandan gedir. Yəni, biz əlbəttə istəyərdik ki, bu insan sözü böyük hərflərlə yazılsın. Amma təbii ki, cəmiyyətdə hər cürə insan var. Amma sosial fərd olaraq burada ailədə olan istər qadın, istər kişi, istərsə də uşaq, hər birisi bir fərddir. Əgər bizim hər birimizin əlimizdə bir şəxsiyyət vəsiqəmiz varsa, kimliyimiz varsa, bu deməkdir ki, biz bir şəxsiyyətik. Bəzən insanlar bu məsələdə uşaqları kənarda qoyurlar, uşaqdır, nə bilim, uşağın ailədə rolunu çox kiçik görürlər. Amma mən həmişə bunu sizin də söylədiyiniz kimi, efirlərdən də söyləmişəm ki, heç vaxt uşağa balaca kimi, kiçik kimi baxmaq olmaz. O bir şəxsiyyətdir. Bəli, göz ardı etmək olmaz. Çünki həmin uşaqlar biz bilmirik gələcəkdə kim olacaq, nəçə olacaq, bir şəxsiyyət olaraq ümumiyyətlə onun cəmiyyətdəki mövqeyi necə olacaq. Bu da çox mühüm məsələdir. Çünki ümumiyyətlə biz elə bir dövrdə yaşayırıq ki, biz dünyada tək deyilik. Beynəlxalq digər 200-ə yaxın dünyada ölkə, dövlət var və bu ölkələr içərisində biz də müstəqilliyini qazanmış bir kiçik də ərazi cəhətdən kiçik olsaq da, amma bir dövlətik, müstəqil dövlətik. Yəni dünyada öz sözümüzü deyə bilən və irəli durub hansısa fikrimizi söyləyə bilən bir dövlətik. Təbii ki, bu dövlətin öz vətəndaşları var, hər kəsin özünün Azərbaycan vətəndaşlığı var və bu vətəndaşlığa da hər birimiz hörmətlə yanaşmalıyıq. Necə ki, mən vətəndaşam, mənim evladım da, mənim nəvəm də bir vətəndaşdır, mən onlara da hörmətlə yanaşmalıyım. Təbii ki, burada yenə də gəlir, hər şey ailəyə dayanır. Həmişə biz danışanda, bu kitablarda da belə yazılır, ailə kiçik dövlətdir. Amma ailə kiçik dövlətdirsə,
demək ki, ailə içərisində yaşayanlar da kiçik cəmiyyətdir. Biz bunu unutmamalıyıq. Burada həm qadın, həm kişi, həm uşaq, hətta biraz da daha geniş götürsək, burada nənə baba da. Çünki bizim ümumiyyətlə tariximizdə də bu ta qədimdən var ki, bizim evdə həmişə ağsaqqal, ağbirçək, yəni biz onları göz ardı etməmişik. Baxmayaraq ki, onlar bizim valideynlərimizdir. Biz ailə qurduqdan sonra ailə üzvləri ata, ana, evladdan ibarət olsa da, amma biz öz yaşlı nəslimizə də çox hörmətlə yanaşaraq onlar da öz ailə üzvlərimiz, birinci dərəcəli qohumlarımız hesab edirik. Yəni bu istər kitab olsun rəsmi olaraq, istərsə də mənəvi olaraq bu belədir. Həqiqətən də belədir. Bilməyənlər də artıq bilsinlər ki, doğrudan da bizim ailə üzvlərimiz tək o üçlükdən ibarət deyil, eyni zamanda bizim ağsaqqal, ağbirçəklərimiz də var. Çox təəssüf ki, bəzən bizim gənc nəslin bəzi nümayəndələri bunu qəbul etmirlər, amma etməsələr də belə biz öz valideynlərimizə atmırıq. Çünki bizim də elə özəlliyimiz millət olaraq ondadır ki, biz öz uşaqlarımıza da hörmətlə yanaşırıq, eyni zamanda biz böyüklərimizə də hörmətlə yanaşırıq. Və reallıq öz sözünü hər zaman deyilir. Bugün qəbul etməyən, sabah həyat ona daha real şəkildə qəbul etdirir. Doğrudan da elədir. Amma indi gəlin biz sizin də verdiyiniz suala istinadən deyək ki, biz müasir dünyada yaşayırıq. Son zamanlar bu ifadə çox işlənir. Dünyanın yeni düzəni, yeni düzən formalaşmağa başlayır. Bu indi nə qədər davam eləyəcək, hansı illərə kimi davam eləyəcək biz bunu bilmirik. Amma hazırda bunun belə deyək ki, təməli atılıbdır. Əgər bunun təməli atılıbsa, demək ki, bunun bir üst qurumu da yavaş-yavaş inkişaf eləyəcək, inşa olunacaqdır. Ona görə də bu yeni dünyada, bilirsiniz, o qədər də asan deyil bizim kimi ölkələr üçün. Çox çətin olacaq təbii ki, amma çətin olsa da biz bunun öhdəsinə mütləq gəlməliyik. Burada da yeni düzəndə ilk növbədə hər şey ailədən başlayır. Necə ki, elə həmişə ailədən başlayıb hər şey, təbii ki, yenə də ailədən başlayacaqdır. Məsələn, deyək ki, yeni düzən quruldu, hər şey yaxşıdır, hər yerdə hər şey yaxşıdır, amma biz öz ailəmizi özümüzdən kənarda tutmuruq, tutmamalıyıq da. Çünki bu, indi son zamanlar bir termində işlənilir, müasir ailə modeli. Bəzən sual da verirlər, müasir ailə modeli necə olmalıdır? Dəyərli izləyicilərimiz, Media və Beyin podkast verilişimizin sponsorları haqqında məlumat vermək istəyirəm. Baş sponsorumuz Şəhid Ağəmi Heybətov və eyni zamanda Şəhid Mayor Elnur Hacıyev adına İnkişaf Mərkəzi haqqında məlumat verəcəm. Mərkəzimiz Bakı şəhər Xəzər rayonu Buzovna Məşdağa yolunun üstü Araz marketlə üzbəyüz Cəfər Cabbarlı küçəsi ev 2-də yerləşir. Əlaqə nömrəsi 051 520 12 13-dür. Xidmətlərə daxildir. Valideynlər gün boyunca telefonla onlayn müşahidə edə bilərlər. Psixoloji, pediatr, loqoped xidmətləri mövcuddur. Xarici dillər məşğələləri var, rus dili, ingilis dili. Eyni zamanda ətraf aləmlə tanışlıq, məntiq təfəkkürünün inkişafı, şifahi nitqin inkişafı, rəsm, musiqi, gimnastika, şahmat, ekskursiya, masterklass və s. kimi xidmətlər mövcuddur. Gün boyu və eyni zamanda qısa gün xidmətləri də var. İstəyənlər müraciət edə bilər. Hərə onu bir cürə qəbul edir, təbii ki. Nailə xanım, sizin fikrinizcə doğrudan necə olmalıdır? Elə yeri gəlmişkən bunu cavablandırın. Ümumiyyətlə, ailə, yenə də deyirəm, ailə deyəndə biz ailəni ər, arvad və uşaqdan ibarət olduğunu hesab edirik. Amma vəzifə nöqteyi nəzərindən də əvvəllər belə idi ki, deyək ki, keçən əsrə biz qayıtmış olsaq, biz keçən əsrdə əslində görün neçə farmasiya yaşamışıq. Bəli. Ən azından iki farmasiya yaşamışıq, üçüncü farmasiyaya da keçid eləmişik, düzdürmü? Biz artıq sonuncu farmasiyada yaşayırıq. Amma bir əsrdə
üç formasiyanı yaşayan ölkə bu o qədər də zarafat bir şey deyil. Bir formasiyadan digərinə keçid edəndə istər-istəməz bu ailə institutuna da təsir göstərmiş olur. Ailədən yan keçmir. Amma biz yenə də bütün formasiyalarda mən bunu belə ürəklə deyirəm ki, yenə də biz öz ailə institutumuzu saxlamışıq. Amma düşünün ki, yeni bu dünya düzəni deyək, yeni müasir ailə modeli deyək, hər nə olursa olsun, amma yenə də biz o kiçik ailə modelimizi saxlamışıq. Düzdür, yeni belə deyək ki, gender məsələləri, genderlə bağlı bilirsiniz ki, Azərbaycanda da artıq biz dünya belə deyək ki, standartlarına qoşulmuşuq, konvensiyalara qoşulmuşuq. Burada istəyir genderlə bağlı olan konvensiya olsun, istərsə uşaq hüquqlarına bağlı konvensiya olsun, istərsə qadın hüquqlarına bağlı. Ümumiyyətlə, qoşulduğumuz bütün konvensiyalarda biz o konvensiyalarda nəzərdə tutulmuş, belə deyək ki, maddələri öz ailə modelimizə və yaxud öz cəmiyyətimizə uyğunlaşdırmışıq. Ümumiyyətlə, bizim prinsiplərimiz bu. Bəli, bizim hətta dövlət başçımızın da bütün çıxışlarına əgər fikir versəniz, o bütün çıxışlarında da istər beynəlxalq çıxışlar, istərsə də ölkəmizə gəlib biz burada ondan müsahibə götürən jurnalistlərə də həmişə bu məsələləri öz nitqində, öz çıxışında mütləq qeyd edilir ki, biz nə qədər dünyaya qoşulsaq da, beynəlxalq təşkilatlara, konvensiyalara qoşulsaq da, amma biz həmin konvensiyaların maddələrini özünküləşdiririk. Çünki biz özünküləşdirməsək, onda bizim ailə modelimiz də dağılar. Bizim ümumiyyətlə cəmiyyətdə bir xaos yaranar ki, bu xaosun da qarşısını almaq bilirsiniz ki, çox çətin məsələdir və müasir ailə modelinə gəlincə, düzdür, biz müasirləşirik. Deyək ki, ailədə gender məsələsi, kişi-qadın hüquqlarının bərabərliyi nə qədər bizə diktə olunsa da, amma yenə də biz öz bir cəmiyyət olaraq, bir Azərbaycan ailəsi olaraq mütləq biz ailədəki qadına qayğı ilə, evladımıza qayğı ilə yanaşırıq. Kişinin kişi yeri bilinir, qadının qadın. Bu, yəni bizim qanımızda var. Biz bunu o qandakı kodla, yaddaşla gəlir. Biz bunu dəyişə bilmərik. Nə qədər də kənardan belə deyək ki, o bizdə bir misal var. Deyirlər ki, quyuya su tökməklə sulu olmur. Quyunun öz dibində suyu olmalıdır. Bizim quyumuzun dibindədir o su. Biz o suyu dəyişə bilmirik. Çünki o bizim, siz demişkən, fitrətimizdə var. Yəni qanımızla biz onu nəsildən nəsilə qan yaddaşımızdan ötürürük. Ona görə müasir ailə modeli nə qədər modernləşsə belə, yenə də biz öz o təməlimizdə olan ailə modelini qoruyub saxlayırıq. Nailə xanım, sizi həm də eyni zamanda bizim özümüzdə, ikimizdə, məsələn, ölkə xaricində də layihələrdə olsun, tədbirlərdə olsun, ümumiyyətlə, əlaqələr, münasibətlər quran insanlarıq. Mənə elə gəlir ki, siz mənim bu fikrimlə razılaşacaqsınız ki, hətta qonşu ölkələr olsun, biraz daha başqa ölkələr olsun, Azərbaycandakı ailə modeli, cəmiyyət olmaq, bir ola bilmək, bizdən ola bilmək daha özümüzünküdür, daha qoruyub saxlaya bilmişik. Hətta kənardan bizə gələn o sizin dediyiniz kimi standartlar ki var, layihələr ki var, biz onu özümüzünküləşdirəndə o sanki özünü tapmış olur, daha dolğun olmuş olur. Sanki, belə deyək, bədənə bir ruh gəlir, tamamlanır. Və biz istəsək də, istəməsək də hər şeyin bir yaxşı tərəfi var, bir pis tərəfi var. Təqdirə layiqdir ki, sizin dediyiniz kimi biz bir türk toplumu olaraq həmin o dəyərləri, özündə olanı, kökü qoruyub saxlaya bilirik. Amma aşınmalara da məruz qalırıq, təbii ki. Burada sosial medianın öz rolu var, bizim dediyimiz kimi texnologiyanın öz rolu var. Yeni fikirlərin, yeni standartların da öz rolu var və bu aşınmalara məruz qalır. Zaman-zaman çəkişmələr yaranır. Sizin dediyiniz kimi, hər nə qədər biz atanı, ananı, nənəni, babanı, yaxın qohumu, məsələn, bibini, xalanı ailədən hesab etsək də, yeni bir zümrə yaranır və deyir ki, ata, ana. Sonradan uşağı ora daxil edirlər. Bu barədə də istəyərdim öz fikir və müşahidələrinizi paylaşasınız.
Bu hallarla əslində çox rastlaşıram. Mən hətta çox suallar da verirlər bununla bağlı mənə. Amma biz nə qədər də biraz əvvəl söylədiyim kimi nə qədər modernləşməyə doğru getsək də, müasir bir model yaratmağa çalışsaq da, amma istər-istəməz hər bir model, hər bir yenilik yenə də gedir o kökə dayanır. Və biz köklərimizi heç vaxt unutmamışıq. Bilirsiniz ki, məsələn, deyək ki, bizim ümumiyyətlə soy adımıza əgər fikir versəniz, ümumiyyətlə soyadımız hansısa ya ulu babamızın, ya bizdən bir neçə nəsil əvvəl yaşayan babamızın adı ilə bağlıdır. Bu bizdə sanki dəyişmir. Bəli. Yəqin ki, siz də buna fikir vermisiniz. Mənim məsələn atamdan, babamdan gələn soyadım var. Bəli. Və yaxud da mənim evladlarımın özünün babasından, babalarından gələn soyadları var. Məsələn, deyilir İslamoğlu, Arif qızı. Bəli, bu nəsil itmir. Və bu sizin söylədiyiniz həmin o ailə modeli yenə də gedir kökə dayanır. Biz kökümüzdən qopa bilmirik. Bəlkə də Türk toplumlarında var bu, amma bəzi Türk toplumlarında mən son vaxtlarda fikir verirəm ki, onlar bizim kimi deyirlər. Biz daha fərqliyik. Nə qədər müasir dövrün bu yeni texnologiyaları inkişaf etsə də, amma yenə də o bir zümrə ola bilər. Yalnız bir zümrə ola bilər ki, məsələn, bizim fikirləşdiklərimizdən daha fərqli fikirləşib, onlar öz kökündən ayrılmış olsunlar. Amma əksəriyyət, çünki mən bunu daha çox bizim həyata keçirdiyimiz layihələrin əksəriyyəti regionlarda olduğuna görə, o fəaliyyətlərimiz orada davam etdiyinə görə mən bunu regionlarda daha çox hiss eləyirəm ki, məsələn, sanki insanlarımız bunun belə deyək, aşılanmasına izin vermirlər, icazə vermirlər. Bu da yaxşı bir haldır əslində. Düzdür, mən bəzi şeylər var ki, onların ifrat dərəcədə olmasını sevmirəm. Bəzən ifrat dərəcədə olan şeylər gətirib süniliyə çıxartmış olur. Bu da xoşa gəlməz bir şeydir. Amma normal qaydada, normal vəziyyətdə biz istər soy kökümüz olsun, istərsə də ailə məsələlərlə bağlı, ailə daxili münasibətlərdə mütləq biz onları qoruyub saxlayırıq və saxlayanlar da var. Təbii ki, burada aşılanma məsələsində sosial şəbəkələrin çox böyük təsiri var. Ümumiyyətlə, siz əgər fikir versəniz, elə ailələr var ki, məsələn, gedib o ailələrdə sən 5 dəqiqə davamlı otura bilməzsən. Çünki sıxıcı olur, darıxdırıcı olur. Onların evə gələn insana münasibəti, qonağa münasibəti və yaxud da kənardan gələn insana münasibəti. Bu iş yerində də ola bilər, toplum içərisində də ola bilər. Amma mütləq orada ailəyə dəyər verən, mütləq qonaqpərvərliyə dəyər verən insanlar çıxacaq. Məsələn, mən həmişə özümdən misal gətirirəm. Çünki ən gözəl nümunə insanın özü olur. Əgər mən özüm nümunə deyiləmsə, mən buradan 100 dəfə ailə haqqında çığır-bağır edim, nə bilim, insanlara yaxşı-yaxşı mesajlar öyrədim. Amma məni tanıyan cəmiyyət içərisində olan insanlar var ki, o mənə bunu mütləq hansısa formada irad bildirəcək ki, sən özün bir ailə deyilsən, hansı ailədən danışırsan. Ona görə haqqı olan insanların bu haqda danışması daha gözəldir, nəinki haqqı olmayanların. Daha təsir edici Bəli, və ona görə də mən həmişə efirdən də çıxış edəndə həmişə çalışıram ki, özümün, belə deyim, mənsub olduğum ailə haqqında misallar gətirim və yaxud da valideynlərim haqqında, valideynlərimə olan münasibətlərimdən misal gətirim. Evladlarıma və yaxud da daha sonra gələn nəsil, mən nənəyəm artıq, onlara istinad edərək misal gətirim. Və bunu mən bacara bilirəmsə, mən özümü dünyanın ən xoşbəxt insanı hesab eləyirəm. Amma siz demişkən, mənim də məsələn, bibilərim olub, əmilərim olub, dayılarım, xalam olub. Yəni,
biz o ortamı görmüşük. Bəli. Və o ortam o qədər gözəl ortam olub ki, və bu gün bizim yetişməyimizdə bəlkə də mənim bibimin, hərdən mən bibimin söylədiyi misalı söyləyirəm. Bəlkə də heç kəsin ağlına gəlməz. Və yaxud da əmim haqqında stat gətirirəm və yaxud daim haqqında. Bu çox gözəl bir şeydir və istəyərdim ki, bu qohumluq əlaqələri bizdə kəsilməsin. Bu çünki bizim gələcəyimizdə insan həmişə gənc qalmır, cavan qalmır. Mən də müəyyən bir bəlli yaşa gəlib çıxmışam. Məsələn, uşaqlığım üçün çox darıxıram. Deyim ki, yeniyetməlik çağlarım üçün çox darıxıram. Hətta mən öz evladlarımın uşaqlığı üçün çox darıxıram. Orada səbəblər var, səbəbsiz deyil. Çünki mənim uşaqlığımda mənim ətrafımı bürüyən qohum əqrabalar olub. Daimin evinə getmişəm, bibimin evinə getmişəm. Daha isti münasibətlər olubdu. Onların mənə sevgisini hiss etmişəm və bunlar elə-belə şeylər deyil. Heç bir xalqda, Avropa xalqlarında siz bunu görə bilməzsiniz. İkinci sponsorumuz çəkilişimizi etdiyimiz Refref studiyasıdır. Refref studiyası da eyni zamanda reels çəkilişləri, podkast çəkilişləri, SMM dizayn, targeting üçün müraciət edə bilərsiniz. Studiyada 7 fon mövcuddur. Və bunu da əlavə edim ki, Məleykə Aslanzadə adına müraciət edən şəxslərə 20% endirim olunacaq. Və ünvanı qeyd etmək istəyirəm. Narimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Çinar Park Plaza, 5-ci mərtəbə, 540-cı otaqda yerləşir. İstədiyiniz zaman müraciət edib keyfiyyətli çəkilişlər əldə edə bilərsiniz. Biz təbii ki, nənə, baba, bibi, xala danışırıqsa yaxın qohum əqrabalardan, biz bunu gedib Avropada görə bilmərik. Mümkün də deyil. Artıq onlar o sistemlə yaşayıblar və bundan sonraki həyatlarında o cürə davam etdirəcəklər. Amma biz də başqa sistemlə gəlmişik. Bizim köklərimiz, bizim babalarımız, nənələrimiz bizə bu yolu göstəriblər. Biz də bu yolla gedirik. Demirəm ki, biz müasir, mən özümü müasir insan hesab edirəm. Çünki mən də sizin kimi, siz məndən daha gənc nəsilsiz və yaxud da mənim evladlarım daha gənc nəsildir. Bəzən elə olur ki, mən onlardan nə isə öyrənirəm, gənc nəsildən. Hətta uşaqlara hərdən mən deyirəm ki, uşaqları dinləmək lazımdır. Çünki uşaqlar bəzən, çünki onlar yeni nəsildirlər və onlar yeni proqramla bu dünyaya gəliblər. Və o proqramla onlar artıq yaşayırlar. Mənim bilmədiyim şey, mən məcburam ondan soruşum. Amma elə şeylər də var ki, mən onlara onu, necə deyərlər, yaxşı mənada diktə etməliyəm ki, onların şuur altında o otursun ki, sabah onlar hansısa bir, biz bilmirik bundan sonra hansı bir dövr gələcək. Bilmirik, zaman necə inkişaf edəcək. Bəlkə yeni dünyada biz yenidən öz əvvəlki halımıza, necə deyərlər, qaydacağıq. Onu da biz bilmirik. Biz bu inkişafın harda bitəcəyini, harda yenidən bir inkişaf mərhələsi olacağını bilmirik. Son vaxtlarda mən internetdə çox vaxtı rastlaşdığım şeylər olur. Bizdən əvvəl sivilizasiya olubdu. O haqda fikirləşirsən ki, o sivilizasiyada nələr baş veribdir. Bəzən deyirlər ki, şəhərlər olub dağların altında, nə bilim, yerin altında, suların altında. Əlbət ki, olubdu. Olmaya bilməz. Çünki biz bu dünyanı biz yaratmamışıq. Bunu yaradan böyük bir qüvvə var ki, biz indi onu Allah deyirik və bu Allahın yaratdığı ilə biz heç vaxt mübahisə edə bilmərik və bundan sonra da eləyə bilməyəcəyik. Mümkün də deyil. Nə qədər inkişaf getsə də biz insan beyninin məhsullarından istifadə edirik. Nə qədər desək ki, internet əsridir, hər şey kompüterdə, o düşündüyümüz kiçik o balaca alətdə hər şey həll olunur. Xeyr, belə deyil. Biz onu da istifadə edən, onu icad edən, onu bizə bəxş eləyən yenə də insan təfəkkürüdür, insan beyninin məhsuludur. Amma insan beyninin məhsulunu da Allah Taala tərəfindən bizə verilir. Yəni biz bunları dana bilmərik. Ona görə biz hər zaman nə qədər inkişaf etsək də, nə qədər ailələrimizdə, bilirsiniz ki, münaqişəli ailələrimiz də var. Bəzən mən bu ailələrə
müəyyən fikirlər çatdırmağa çalışıram ki, siz özünüz hər biriniz bir fərdsiniz. Əzizlərim, qadın kişi qadına təcavüz edə bilməz, təzyiq göstərə bilməz ya da onların içərisində, ailə içində olan böyüklər kiçiklərə təzyiq göstərə bilməz. Siz kiçik görməyin onları böyük görün və əgər biz öz aramızda bu münasibətləri müəyyən çərçivədə, müəyyən sevgi müstəvisində, sevgi çərçivəsində qura bilsək, inanın ki, bütün ailələrdə xoşbəxtlik olar. Bəzən deyirlər ki, maddi çətinliklər var. Əlbəttə, maddi çətinliklər hamımızda var. Hər dövrdə olubdur. Biz bundan əvvəlki dönəm, Sovet dönəmində yaşamışıq, Sovet dönəmində oxumuşuq. Bilirsiniz nə qədər çətinliklərimiz olub uşaqlığımızda. Biz valideynlərimizin keçdiyi yolları görmüşük, çəkdiyi çətinlikləri görmüşük. Hər şey bizə gətirib belə ovucumuzun əlimizdə, ovucumuzda verilməyib ki, o çətinliklərlə qazandığımız şeylər olubdur. Amma əsas o qazandığımız deyil, əsas o qazandığımızı əlimizdə saxlamaqdır. Biz niyə bugün əlimizdə olan ailə modelini, ailəmizi, ailə institutumuzu əlimizdə saxlamayaq. Biz bugün bununla çarpışırıq, vuruşuruq. Bizim kimi qeyri-hökumət təşkilatları var, vətəndaş cəmiyyəti var. Hətta dövlətin özü çalışır ki, elə ailə modelinə biz belə nümunə göstərsək, elə bizim ölkə başçımızın gəlin ailə modelinə nümunə göstərə bilərik. Onların da ailəsində kişi var, qadın var, uşaq var, hətta nəvə də var. Allah qismət eləsin, nəticə də olsun. Sizdə də olacaq, məndə də var. Yəni, biz artıq müasir ailə modelimizi sizin də söylədiyiniz kimi milli kontekstdə inkişaf etdirməliyik. Burada həm dəyərlər var, həm milli mənəvi dəyərlər də var, ailə dəyərləri də var, insani dəyərlər var, hüquq müstəvisi var, hansı ki, bilirsiniz ki, son vaxtlarda erkən nikahla bağlı, qohum evliliyi ilə bağlı müəyyən mübarizələr aparılır cəmiyyətdə. Bunların hamısı bir yerə yığanda, bunlar hamısı bir yerdə bir dəyərdir. Bəli. Hamısı da daxil olur ailə institutuna və biz bu ailə institutumuzu mütləq qorumalıyıq, saxlamalıyıq və gələcəkdə də indi siz elə bilirsiniz ki, bizi nümunə göstərmirlər. Mən şəxsən qulağımla Avropada eşitmişəm ki, Azərbaycan Ailə İnstitutu bir nümunədir dünya üçün. İnanın ki, nümunədir. Mən şəxsən xaricdən gələn qonaqlarımızla, hələ mən tələbəlik dönəmində xaricdən bir qonağımız gəlmişdi. Onlar məsələn, üzə səhv eləmirəmsə, bayram dönəminə təsadüf eləmişdi. Hələ də var məsələn, ara-ara münasibətimiz olur, danışırıq, yazışırıq. Hələ də deyir ki, o başqa bir şey idi, yəni gördüyü ailə modeli, o bayram ərəfəsi. Bayram demişkən Nailə xanım, biraz öncə Novruz bayramını yola saldıq. Və sizin dediyiniz kimi yeni bir zümrə ilə ondan əvvəlki zümrənin iç-içə yaşadığı bir dövrdəyik. Və yeni zümrə mənə elə gəlir ki, bizim yaşadığımız o bayramın gözəlliyindən dad ala bilmədilər. Onlar sanki daha süni bir bayramla qarşılaşdılar. Daha o duyğunun içinə girə bilmədən bayramı yola saldılar və bundan sonraki bayramlar da bu şəkildə olacaq deyə narahatam. Sizcə vəziyyət necədir? Yox, heç də narahat olmayın. O, yenə də deyirəm, o bir zümrədir. O keçici bir şeydir. İnanın ki, keçicidir. Yəni, mən öz həyat təcrübəmə dayanaraq bunu söyləyirəm. Hər dövrü görmüşük. Bizim nəsil, yəni bizim yaşıtlardan gedir söhbət. Mən öz yaşıdım olduğu nəsli nəzərdə tuturam. Biz hər şeyi gördük. Biz müharibələr də gördük. Biz bəzən ərzaq qıtlığı da gördük. Biz çox şeyləri gördük. İndi artıq onları neqativə yüklənib onları söyləmək istəmirəm. Çünki istəyirəm ki, insanlara daha pozitiv enerji göndərək, eyni zamanda pozitiv mesajlar göndərək ki, insanların yaşamaq eşqi daha da artmış olsun. Əlbəttə ki, Novruz bayramı ümumiyyətlə belə deyək ki, müsəlman aləmində
qeyd olunan bir bayramdır ki, hansı ki bu bayramda insanlar daha çox şənlənir, daha çox belə deyək ki, qaynayıb qarışırlar, hətta küsürlər barışır belə. Yəni bu bayram həm də elə bir vaxtda təsadüf edir ki, baharın gəlişi vaxtına təsadüf edən bir bayramda. Təbiətlə insan yenidən canlanmağa başlayır. Bəli, insan necə ki biz nəfəs alırıq, necə ki biz hərdən lap dərindən nəfəs alırıq. Əlbəttə ki, təbiət canlıdır. Çünki onun üzərində canlılar yaşayır, onun içərisində daha doğrusu. Təbiət də nəfəs almaq istəyir, təbiət də yenilənmək istəyir. İndi bilirsiniz ki, müasir bu işlətdiyimiz cihazlarda bir yenilənmə, bəzən bizə mesajlar gəlir ki, bildirişlər ki, bunu güncəlləyin və yaxud da yeniləyin. Demək ki, insan da öz-özünü yeniləməlidir zaman-zaman. Daxilindəki o negativ enerjini çıxartmalıdır, yenidən pozitivlə yüklənməlidir. Və Novruz bayramında məhz bunu bizə aşılayır ki, insanlar yenilənin. Baxın, evlərimizdə cürbəcürə şirniyyatlar pişir, səməni qoyulur, insanlar bir-birinin evinə qonaq gedirlər, qonaq gəlirlər, qəbul edirlər qonaqlarını. Siz bundan heç də narahat olmayın, bu əsrlərlə davam edibdir. Düzdür, bir formalar ola bilər ki, dəyişsin, daha müasir formada olsun. Məsələn, deyək ki, bəlkə ola bilər ki, sabah bir kiminsə ağlına gəldi, dedi ki, yox, buğdanı cücərtməyəyin, gəlin bunu robot şəklində bir səməni düzədəyin. Amma o effekt alınmayacaq. O bizim aldığımız, səməndən aldığımız enerjini biz o robot səməndən ala bilmərik, bu mümkün deyil. Nə qədər ki, insan özü canlıdırsa və o qədər də bizim qorxduğumuz şeylər heç biri olmayacaq. Bu sadəcə bizi biraz sanki tərpədir ki, biraz ehtiyatlı davranın. Əlbəttə, torpaq həmin torpaqdır, su həmin sudur. Hava da oksigenlə biz nəfəs alırıq. Əlbəttə ki, günəş də ki, başımızın üzərində. Allah o günəşi də başımızın üstündən əski eləməsin. Amma qorxmağa da ehtiyac yoxdur. Biz bu yaxında sizlə də bir yol yoldaşı olduq. Baxmayaraq ki, 10 ildir bir-birimizi tanıyırıq, amma sanki bu yol yoldaşlığında bir-birimizi daha, deyir, qardaşın necə adam, deyir, yol yoldaşı olmamışam. Amma biz sizlə yol yoldaşı olanda gördük ki, nə yaxşı ki, bu insanlıq qalıb. Nə yaxşı ki, ətrafımızda məhz elə Mələkə xanım, sizin kimi insanlar var. Bu bir tərif deyil. Sadəcə gördüklərimdən bu qənaətə gəldim. Nə yaxşı ki, biz varıq, nə yaxşı ki, sizin kimi baxmayaraq ki, gənc olmanıza baxmayaraq, amma bu düşüncədə, bu əqidədə olan insanlarımız var ki, həm ailəsinə dəyər verir, həm özünə dəyər verir, həm cəmiyyətə dəyər. Ailəsinə dəyər verməyən insan cəmiyyətə dəyər verə bilməz, Məlikə xanım. Bütün duyğular orada formalaşır. Bəli, bütün duyğular, hər şeyin rüşeymi ailədədir. Necə biz ana bətnindən gəlirik, rüşeymimiz ana bətnində qoyulur. Eləcə də bütün bizim davranışlarımız, tərbiyəmiz, hərəkətimiz, cəmiyyətdə özümüzü necə göstəririksə, inanın ki, o ailədən gəlir. Bu danılmaz bir faktdır. Bəlkə kimlərsə də deyər ki, əşi, yox, elə ailə var ki, görürsən ki, hətta eşidirəm də, elə ailə var ki, görürsən ki, heç özləri bir şey deyirlər, amma oradan çıxan uşaqlar bilir. O təsadüfdür. O hardasa da yenə gedib onun geninə də, gen haqqında böyük elm var. Bilirsiniz ki, bunun üzərində alimlər işləyir, genetika elmi. Yenə də hardasa o kökdə qalıbdır demək ki, nəsə. Kiminsə duası. Bəli, oradan gəlir. Əlbəttə ki, dua dediniz, elə yaxşı yadıma düşdü ki, Novruz bayramında, məsələn, gözəl niyyətlər olunur. Hətta biz bu ilki Novruz bayramı ilə bilirsiniz ki, Ramazan bayramı hətta eyni günə düşdü. Bu da bilirsiniz, eşitdiyimə görə 33 ildən bir baş verir, təkrarlanır. Amma bu da gözəl bir şeydir ki, biz bunu da yaşadıq. Bunu da yaşadıq və görün bu Novruz bayramında nə qədər dualar eləndi, nə qədər dualar insanların içindən keçdi. Ona görə düşünürəm ki,
çətin günün ömrü az olar deyirlər. Keçdiyimiz çətin yollar, çətinliklər hamısı geridə qalar. Artıq biz yeni bir mərhələyə qədəm qoymuşuq. Həm yeni dünya düzəni, eyni zamanda bizim ölkəmiz üçün də bəzi şeylər var ki, artıq bu yeniliklər zaman-zaman biz onları görəcəyik. Siz nəsil, sizdən daha yaşı az olan nəsillər bunu görəcəklər. Əsas da məni hal-hazırda maraqlandıran sözün açığı gələn yeni nəsilə bizim töhfəmiz nə olacaq deyə mən bu haqda düşünürəm. Ona görə də çalışıram ki, istər sizin verilişdə və digər verilişlərdə, hətta ailədə biz bu barədə uşaqlarla söhbət eləyəndə deyirəm, baxmayın ki, siz yeni nəsilsiz, amma yaddan çıxarmayın ki, mən də sizin nənənizəm. Mən əgər bu dünyaya gəlməsəydim, siz də bu dünyada olmazdınız. Onu düşünüb bir yaxşı fikirləşin və gələcək nəsillər üçün siz də ən yaxşı şeylər haqqında fikirləşin. Negativlər bizdən uzaq olsun. Bəli, amin inşallah. Fitrət və ruhiyyət baxımından mən hazırki gəncliyi çox təqdir eləyirəm. Çünki daha öyrənməyə maraqlıdırlar, daha çox sual verməyə, tələb etməyə maraqlıdırlar. Və bu onların elə bilirəm ki, haqqı tapmaqda, doğrunu tapmaqda, əsas yolu tapmaqda bir avantajlarıdır. Yetər ki, həmin biz nəsil, siz nəsil onlara kökündən qopmamağa biraz daha israr etsək. Əlbəttə, biz onsuz da bunun üçün çalışırıq. Biraz əvvəl söylədiyim kimi də, mən bir nənəyəmsə, mənim demək nəvəm də var və o nəvələr onlara hərdən mən öz keçmişim haqqında, belə deyək ki, uşaqlığım haqqında, gəncliyim haqqında, yeniyetməlik çağlarım haqqında danışıram. Bu yaxında elə biz hamımız bir yerə yığılanda ailəcə belə söhbətlər eləyəndə o qədər gördüm ki, diqqətlə qulaq asırlar. Bəs nənə, sən bunu deməmişdin axı bizə. Deyirəm ki, deməmişdim, demək vaxtı indi çatıb, indi deyirəm. Amma biz düşünməyək ki, mən dedim o söz kimi onu qəbul elədi, çıxdı, getdi. Yox. O onun şuur altında oturur. Çünki bir vaxtlar yadıma gəlir ki, mənim nənəm namaz qılırdı. Mən gəlirdim, otururdum, onun namaz qılmağına baxırdım. Hətta bir dəfə dedim ki, gördüm dodağın altında nəsə danışır da. Hərdən də o canamazın qabağından keçəndə bir Allahu Əkbər eləyirdi. Özdə yüksək səslə. Yəni bu deməkdir ki, qabağından keçmə. Sonra mən ondan soruşurdum ki, niyə elə deyirsən? Sonra deyirdim, nə danışırsan dodağın altında? İlk dəfə mənə Fatihə surəsini nənəm öyrətdi. Düzdür. Daha sonra mən özüm oxumağı, yazmağı bacarandan sonra onun orijinalını oxuyanda gördüm ki, nənəm mənə biraz səhv öyrədibdi. Amma nə qədər səhv də öyrətsə belə, onu sidq ürəklə mənə öyrətibdi. O mənim şuur altımda qalmışdı. Amma onun öyrətdiyi kimi qalmışdı. Daha sonra mən özüm, o deyirsə, yeni nəsildən çox şey öyrənmək lazımdır. Amma mən oxuyub yazmanı öyrənəndən sonra mən onu başladım necə orijinal yazılmalıdır, oxumalıdırsa, mən onu öyrəndim artıq. Demək ki, burada inkişaf məndə gedibdi. Nənəm bu dünyasını dəyişdi, çıxdı, getdi. Amma onun öyrətdiyi mənə daha sonraki inkişaf mərhələsini göstərdi. Mənə o yolu göstərdi və o yolda da mən daha düzünü axtarmağa çalışdım, doğrusunu axtarmağa çalışdım və onu da tapdım. Demək ki, hər şeydə, bax, bu cürə müqayisəli şəkildə insan özünü inkişaf etdirməlidir. Biz indi Z nəsli deyirik də, yeni nəslə. Düzdürmü? Onlara proqram hazır gəlib. Onlar, mən əgər 45 yaşımda kompüterin qarşısında oturub onu öyrənməyə başlamışamsa, amma artıq onlar sensor telefonları barmaqları ilə, 1 yaşında uşaq barmağı ilə itələyir, onu özünə lazım olanı axtarır. Yaxşı, bu 1 yaşında uşaq nə bildi ki, bunu eləməyə başladı? Demək ki, ona hazır proqram gəlib artıq və o bilir ki, onun sinir sistemi ona qoşulubdur, o proqrama qoşulubdur və o bilir ki, barmağı ilə onu irəli aparmalıdır və yaxud sürüşdürməlidir. Biz yeni nəsil qınaya bilmərik. Bizim buna haqqımız çatmır. Çünki
məni də yaradan Allahdır, onu da yaradan Allahdır. O da bir ana bətnində dünyaya gəlibdir, mən də. Amma ona yeni inkişaf proqramı ilə gəlibdir. Ona görə bizim onları qınamaq haqqımız heç cürə yoxdur. Amma zaman-zaman kökümüzə bağlı olan dəyərlərimizi onlara ötürməliyik. Ya biz bunu fikirlə ötürməliyik, ya davranışımızla ötürməliyik. Əgər fikirlə ötürə bilmiriksə, davranışımızla ötürməliyik mütləq. Üçüncü sponsorumuz Bay Şaban İnklüziv Mərkəzidir və autizmli uşaqlarla bağlı müraciət edib çox keyfiyyətli xidmətlərə yatılı və eyni zamanda günlük xidmətlər üçün başvura bilərsiniz. Nailə xanım, Türkiyə türklərində belə bir söz var. Bizim adət-ənənə dediyimizə onlar gələnək deyirlər. Yəni gələnə ekləyən. Sizə görə dəyişən dünyada indi dəyişən dəyərlər var, dəyişməyən dəyərlər var. Məsələn, bizim dediyimiz kimi o bizim xeyirxahlığımız, ailəyə bağlılığımız, bir şəkildə kökümüzə dönməyimiz, gəncin gənc, yaşlının yaşlı yerini bilməsi, hələ də böyüyün sözünə önəm verilməsi. Yəni bu bizim neynəsələr də dəyişməyən dəyərlərimizdir və bu çox təqdirə layiqdir. Amma bir də bir şeylər var. Bəzi şeylər biz istəsək də dəyişir. Amma bəzi şeyləri biz istəyərək dəyişməliyik. Sizə görə nələr dəyişilməlidir? Hansı dəyərlər əslində dəyər deyil, amma var, dəyərlər sisteminin içərisindədir. Amma bunlar gedərsə, yerinə daha başqa nələr gələrsə yaxşı olar, daha da inkişaf etmiş olarıq, daha təqdirə layiq bir cəmiyyət olar. Məlikə xanım, biraz əvvəl də qeyd elədim, biz bu dünyada tək yaşamırıq. Bütün dünya bildiyimiz yer kürəsi, hansı ki buradan bir başqa bizim gedəcəyimiz bir başqa planet yoxdur. Biz bu planetdə yaşayırıq. Təbii ki, bu planetdə bütün dövlətlər, o dövlətlərdə yaşayan insanlar, millətlər deyək ki, bəzi dövlətlərdə görürüz ki, qarışıq millətlər də yaşayır. Çünki dünya artıq, belə deyək ki, biz onu nə qədər də gözümüzdə böyütsək də, bu əvvəllər idi, gözümüzdə çox böyük görünürdü bu planet, bu dünya. Amma indi gözümüzdə biraz kiçilibdir. Bunun kiçilməyinin də əsas səbəbi yeni texnologiyanın ərsəyə gəlməsidir. Deyək ki, kiçik bir əlimiz boyda bir cihazda biz bütün dünyanı görürük. Yəni bu informasiya sahibi oluruq. Bütün informasiya, istər Amerika olsun, istərsə nə bilim Avropa olsun, istər Avropa, Avstraliya olsun, digər planetlərdə olan insanları biz artıq görüntülü görə bilirik. Onlarla danışa bilirik, səslərini eşidə bilirik. Əlbəttə ki, bu yaxşı haldır. Deyək ki, mənim bir evladım öz gələcəyi ilə bağlı, özünün təhsili ilə bağlı hansısa bir ölkəyə gedir, Amerikaya gedir və yaxud da Avstraliyaya gedir. Amma onun haqqında məlumat almaq üçün istər-istəməz biz onunla əlaqə saxlamalıyıq. Əvvəllər bu yox idi. Biz məcbur idik ki, gedirdik poçta, poçt vasitəsilə bir telegram vururduq, bir ev telefonu var idi. Həmin ev telefonu vasitəsilə biz poçtdan və yaxud da ki, elə ev telefonundan hansısa kodu yığırdıq, belə danışırdıq, bir-birimizi görmürdük. O da müəyyən saniyələrlə ölçülürdü, müəyyən məbləğdə ödəniş tələb olunurdu filan. Amma indi biz hətta belə deyək ki, WhatsApp vasitəsilə danışırıq. Orada çox böyük məbləğdə ödəniş tələb olunmur da. İndi gərək düz danışaq biz. Görüntü ilə danışırıq onlarla və görürük ki, salamatçılıqdır, hər şey yaxşıdır. Bunun yaxşı tərəfi budur ki, biz bir-birimiz haqqında çox geniş məlumata sahib oluruq. Amma pis tərəfi nədir? Pis tərəfi, əslində pis tərəfi deməyək, bunun daha pis tərəfindən, negativ tərəfindən istifadə edən insanlarımız var. Deyək ki, sosial şəbəkədə oturur, Amerikadakı bir adamla danışır, başlayır onunla ya söyüşlə danışır, ya ağzına gələn, ağza alınmayacaq kəlmələrdən istifadə edirlər. Bir-birinə hədə qorxu gəlirlər, hədə ilə, təhdidlə danışırlar. Bax, görürsünüz, hər şeyin yaxşı və pis tərəfi var. Hansı ki, biz
niyə yaxşı tərəfindən istifadə etməyək? Bunun pis tərəfindən istifadə edək. Yenə gəlir, hər şey gəlir çıxır insan faktoruna. İnsan faktoru istəsə o qarşımızda dayanan stəkanı dolu da görə bilər. Boş da görə bilər. Ağıllı insanlar çalışırlar ki, onu dolu görsünlər. Çünki niyə? Onu dolu görsə, sonra ondan istifadə eləmək onun üçün çox asan olacaq. Amma kim boş görürsə, həyata da o cürə baxır, boş baxır, ailəyə də boş baxır, ətrafında olan insanlara da boş baxır. Çünki onun içərisində sanki bir onu idarə edən bir negativ qüvvə oturubdur. Bax, bu negativ qüvvələr gətirir insanları hətta cinayət törədəcək dərəcədə onun, belə deyək ki, ağlını başından alır. Və yaxud da müasir dövrün bəlalarından biri də bilirsiniz ki, narkotikadır. Narkotikadan istifadə etmək, yanlış vərdişlərə, pis vərdişlərə yönləndirir. Və yaxud da ki, başqasının malına, mülkünə göz dikib onu necə ələ keçirməyə çalışmağına yönəldir. Bilirsiniz, insan o qədər mürəkkəb bir struktura malikdir ki, dünyanın ən mürəkkəb strukturuna malik olan bir canlıdır insan. Hələ də araşdırılır, hələ də araşdırılır və bundan sonra da nə qədər də araşdırılsa, sona kimi araşdırmaq mümkün deyil. Çünki insan təfəkkürü, insan beyni, insanın o biz kəllə sümüyünün içərisində beyin hissəsi var. Onun kimdəsə o daha yaxşı inkişaf eləyir, kimdəsə də daha küt, belə deyək ki, inkişaf edir. Yəni, o inkişaf yenə də bizim özümüzə bağlıdır. Nə qədər biz desək ki, bəzən insanlar deyir, hər şey Allahın əlindədir, Allahın qismətidir falan. Amma Allah insana da bir şuur verir, bir idrak verir. Bəli, bizi canlılardan, başqa canlılardan fərqləndirən şuurumuz var, ağlımız var, dərrakəmiz var. Və sizin bayaq verdiyiniz suala cavab olaraq bir daha onu söyləmək istəyirəm ki, biz insan faktoru olaraq bu cəmiyyəti istəsək yuxarı, yüksəyə qaldıra bilərik, istəsək onu endirib dibinə, o necə deyirlər, quyunun dibinə soxada bilərik. Yəni, bu bizim əlimizdədir. Amma biz çalışmalıyıq ki, hər şeyi bir səviyyədə inkişaf etdirək ki, balans şəklində olsun. Bəli, balans. Çünki bu cəmiyyətdə balans olmasa, istər ailə içərisində olsun, istər cəmiyyət içərisində, dizbalans yaranan kimi bilirsiniz də, tərəzinin bir gözü yuxarı qalxmalıdır, digər gözü aşağı düşməlidir. Bu da dizbalansı gətirib çıxardır. Bu da o zaman diskriminasiya deyilən bir şey var, gətirib ora çıxardır. Bu da cəmiyyətdə də, başqa ölkələrdə də, bizim cəmiyyətimizdə də, ümumiyyətlə bəşəriyyətdə belə bir xaos yarada bilər. Biz bu xaosdan uzaqlaşmalıyıq və çalışmalıyıq ki, bu yenə də bizim davranışımıza, dünya görüşümüzə və eyni zamanda qazandığımız ki, savad var, hansı ki biz ona savad deyirik. Bax, o biliyə dayanaraq, eyni zamanda bacarığımıza dayanaraq bu inkişaf edəcək. Bunun başqa yolu yoxdur. Nailə xanım, verilişimizin son 6-7 dəqiqəsindəyik. Qısa da olsa toxunmağınızı rica eləyəcəm. Çünki bunu demədən keçib bitirmək istəmirəm. Cəmiyyətdə, yəni irəli aparan və aktual mövzuların içərisində təbii ki, qadın mövzusu hər zaman aktualdır və hər İnsan kimi bu da müzakirə olunur, kimi zaman negativ situasiyadan, kimi zaman pozitiv situasiyadan. Amma qadının bir izi var. Hətta bu yaxınlarda bərabər iştirak edildiyimiz İz Buraxanlar adlı bir mükafat gecəsində iştirak etdik. Qadının bir izi var. Hazırki dövrümüzdə həm kaosun içindəyik, həm milli dəyərlərini yaşatmağa çalışırıq. Yəni bir kaosun içərisində yeni bir düzən ayaq uydurmağa çalışırıq. Amma bax, bu həssas dönəmdə qadının izi nə olmalıdır, necə olmalıdır? Qısa da olsa vurğulayın, xahiş edirəm. Elə özünüz öz sualınıza demək olar ki, Məleykə xanım, özünüz də cavab verdiniz ki, qadın izi. Demək ki, qadın izi həqiqətən də elə o bizim sizlə olduğumuz tədbirdə də çox gözəl insanlar orada mükəmməl fikirlər söylədilər. Əlbəttə ki, qadının buraxdığı izlə bağlı. Cəmiyyətdə elə əsas izi qoyan qadınlardır.
İnanın ki. Çünki biz ailədən danışdıq. Ailədə uşağın düzdür tərbiyəsi ilə həm ata, həm ana hər iki valideyn məşğul olmalıdırsa, amma ananın izi evladın həm beynində, həm həyat tərzində, həm həyatında, gələcək həyatında əsas izi buraxan ana olur. Çünki bizi dünyaya gətirəndə anadır, istər-istəməz qadındır. Biz ana bətnimizdə nəyi eşidiriksə, duyuruqsa, hiss eləyiriksə, özümüzlə bu dünyaya daşıyırıq. Və bu dünyada da anamız ilk gördüyümüz insandır. Bəli. Biz dünyaya gələrkən. Onun o üz cizgiləri, onun gözü, bizim siz fikirləşirsiniz ki, uşaqdır, bu gözünü yumdu, açdı, o bizi görmədi, o bizi gördü. Onun şuur altına artıq ana düşür. Niyə? Çünki ilk gördüyü ana olur və gələcəkdə də onun həyatında ən böyük rolu oynayacaq insan anadır. Daha sonra gələn artıq bizim o valideynimiz, atamız, təbii ki, ata həmişə biz ataya belə deyək ki, arxalanırıq, ata bizim dayağımızdır, dəstəyimizdir. Amma həm ana sözü deyərək biz bunu həmişə qəbul edirik, elə həm də ana izi olaraq biz onu həyatımızda istifadə edirik. O zaman müzakirəmizin digər hissəsini açıq buraxmaq üçün iz buraxan qadınlar mövzusunu müzakirə etmək üçün sizi təkrar studiyamıza qonaq çağıracağam. Buradan sözünü almış olum. Çünki çox geniş bir mövzudur və maraqlı və aktual bir mövzudur. Qadın mövzusu həmişə maraqlı olub, aktual olub. Bəli. Elə niyə aktualdır onu da müzakirə eləyərik. Bugünkü müzakirəmiz üçün özəlliklə təşəkkür edirəm. Yeni verilişimizin yeni qonaqlarından birisiniz. Təbrik edirəm sizi bu arada da. Uğurlu olsun, axarlı olsun. Arzu edirəm ki, sizin bu efiriniz get-gedə böyüsün, inkişaf eləsin, daha da böyük yerlərdən səsiniz gəlsin inşallah. Amin. Təşəkkür edirəm. Gələn görüşə qədər var olun. Sağ olun. Bax belə, əziz izləyicilərimiz, bir müzakirənin daha sonuna gəldik və BİM podkast verilişimizi burada sonlandırırıq. Gələn görüşə qədər Allah'a əmanət olun.